ataqda baş arvadlar və kişilər gəlib yazırsınız ki, bizi belə eləyən, yəni bu cür yalan danışmağa, saxtakar, əxlaqsız olmağa, rüşvət almağa məcbur edən sistemdir. Məni niyə məcbur edə bilmir? Deməli, sənin içində o xarab, o xislətin xarabdır ki, eləyə bilirsən də. O esserdə məşhur bir söz var idi. Deyir, Stalin belə idi, elə idi. Tamam da deyir, bu milyonlarla danos yazanların əlindən Stalin mi tutub ki, danos yazın deyə? Yaxud da gedirsən, adi Zaqatalada olsun, bir görüş günü İlham Əliyev mi deyir ki, o adama oradakı sən görüşə qəbul eləmə insanları? Yaxud İlham Əliyev mi hər hansı bir həkimə deyir ki, bəs sən filan xəstənin pensiyasını kəs. Yəni, adam yataq xəstəsidir, yəni pensiya yazmaq istəmirlər. Yaxud İlham Əliyev mi deyir ki, sən qonşuna, yaxına da yaxın, sənə yaxşılıq edənə də zərbə vur, xəyanət elə. İlham Əliyev mi deyir? Yəni, insan, o əxlaq, vicdan insanın ya onun özündə var, ya da yoxdur. Quyuya su tökməklə quyu dolmur, quyuda su olmalıdır. Yəni, sən dini qəbul etməklə, Allah deməklə də səndə vicdan, ədalət, əxlaq yoxdursa, o yaranmır sonra. Yəni, sizin xislətiniz budur. Siz qəzet, kitab oxumur çoxluq. Allahın elə gənclər var idi ki, mən deyirdim, kitab oxu da, təkcə Azərbaycan dilində yox, türk dilində, türkəm deyirlər özlərinə, deyir, türkçə oxuyub başa düşmürük. Və Səttərxan, Xiyabani, Pişəvəri kimdir bilmirlər. Amma oturub Cənubi Əzərbaycandan danışacaqlar. Cənubi Əzərbaycanın bizə birləşməsini istəyəcəklər. Nə qədər geri zəkalı olasan ki, biləsən ki, Cənubi Azərbaycan artıq İranın tərkibindədir. Sən sənin ərazinin pozulmasını istəmirsənsə, başqa bir dövlətin də ərazisini, yaxud başqa bir xalqın artıq tarixən, genetik bağlı bir xalqın sənin özün də xoşbəxt olmadığın bir ölkəyə, bir sistemə birləşməsini istəməzsən, yaxşı insansansa sən, sənin bir qram düşünmək ağlın, gücün varsa. Yaxud da ki, məsələn, götürək bir misal, Sevinç Telman qızına baxırlar, qadın olan hadisələri danışır, biri oradan deyəcək, falan şeydə haqqında niyə danışmırsan, beş məkan haqqında niyə danışmırsan və həmən bu adamlar da heç like da qoymurlar, inanırsa heç abunə də deyirlər, amma oturub zakaz verirlər. Bu bilsiz nəyə oxşur? Toyda oturasan, pulsuz sifariş verəsən. Allahın müğənnisi pulsuz sifariş oxumaq istəmir. Bu boyda çətin xəbərləri verməyə çalışan insanlara oturub zakaz edirsə, yaxud da mənə də. O hamısını mən sildim o zakazla.